Ümumi sınaq imtahanı 9. Başlayaq 26-cı sualda. Bir həcmi 2 megabayt olan diskə 256 vurulsun 512 ölçüdə olan monoxrom şəkil neçə dəfə yazılır? Deməli, yenə qrafik təsvirdən bağlıdır. Qrafik təsvirin həcmində bizə 2 dənə parametr lazım idi. Piksel sayı və bir pikselin həcmi. Piksel sayı nə idi? 256, yəni 208 vurulsun 512, yəni 209. Bölür 217. Bəs bir pikselin həcmini mən hardan bilirəm? Bu zamanda monoxrom sözünə diqqət edirəm. Monoxrom ağ-qara, yəni iki rəngli təsvirdir. İki rəngli təsvirdə deməli rəng sayı 2-dirsə n nəyə bərabər olar? 1 bitə bərabər olar. Deməli, monoxrom dediyinə görə də bir pikselin həcmi nədir? 1 bitdir. Ümumi həcm düsturumuz da nədir? Piksel sayının n hasilidir. Yəni 217-nin 1 bitə hasili. Bu dedik 217 bit. İndi bizdən nə soruşulur, ona diqqət edirik. Deyək ki, həcmi 2 megabayt olan diskə bu faylı neçə dəfə yazmaq olar? Yəni 2 megabaytın içərisində bu fayl neçə dəfə yerləşir? Buna baxırıq. Bu üçün də megabaytı bitə çevirirəm, yəni 223-ə vuraraq bitə çevirirəm ki, bölə bilir. Bu zaman da ixtisar gedir, qalır 207, yəni 128. İnşallah bu da rahat tam cavab alındı. Bəs, məsələn, belə olsaydı, kəsr ədədi olsaydı, bu zaman nə götürərdik? Məsələn, kəsr ədəd olanda bu tipli suallarda, məsələn, deyir ki, bu fayl həcmi bu olan diskə neçə dəfə yazılır. Bu zaman kəsr olanda tam hissəni cavab kimi götürürsünüz. Yəni, kəsrdə qalıqda qalan hissəyə baxmırsınız. İndi mən biraz böyük həcmli, kiçik həcmli bir fayl üçün götürüm. Məsələn, həcmi 3 megabayt olan fayldır. Sən də bunu tutalım 14 megabaytlıq diskə yazırsan, düzdürmü? İndi 14-ü məsələn böldün 3-ə, aldı məsələn 4, qalıqda 2 megabayt. Həmin o 2 megabayta 2 megabaytlıq boş sahəyə. Həmin bu 3 megabaytlıq faylı yazanmayacağın üçün 2 megabaytın heç bir önəmi qalmır. Yəni bu tipli suallarda birbaşa qalığı götürmək lazımdır. Yaxşı, kəsir cavab çıxanda. Yəni bunu əlavə məlumat kimi dedim, nəzərinizdə olsun. Sonra 27-ci suala baxaq. Prosesin bir saniyədə emal etdiyi bit sayı. Bax, bit sayı deyəndə mərtəbəli olur. Yerinə yetirdiyi əməliyyat sayı deyəndə tak tezliyi olur. Yenə də A ilə B-ni elə test işlənəndə görmüşdüm ki, yəni tələbələrdə qarışdırırlar. Baxın, tak tezliyi əməliyyat sayıdır, mərtəbəlik bit sayıdır. Mərtəbəliyə başqa adla dərəcəlik və yaxud da tərtib də demək olar. Həmçinin tərif olaraq da bit sayı və yaxud da registrin uzunluğu da deyə bilərsiniz. Keçək 28-ci suala. Deməli, onluq say sistemindəki 4/72 ədədinin yaddaşda tutduğu yer. Yaddaşda tutduğu yer dediyinə görə sən nə etməlisən? Həcmi tapmalısan. Deməli, onluq ədədin həcmini tapmaq üçün ədəd əgər 2-nin qüvvətinə gələ bilirsə, 2-nin qüvvətinə gətirirəm. Elə bu ədəddə rahatlıqla 2-nin qüvvət şəklində göstərilə bilir. 2/144 edir. İndi siz mənə deyin görüm. Əgər ədəd 2-nin qüvvət şəklində göstərilibsə, həcmi nəyə bərabərdir? Bir vahid çox götürürdük. Bəli, Firuzə, ay sağ ol. Bir vahid çox. Çünki onluq ədədin həcmini tapanda özündən böyük, özündən yaxın 2-nin qüvvətini götürmək lazımdır. 144-dən böyük qüvvətdə nədir? 145. Deməli, ədədin həcmi nədir? 145 bitdir. Yəni, bunu tapdıq. Yəni, yaddaşda tutduğu yer deyirsək, bu 145 bit sahəni nəzərdə tutur. İndi deyir 145 bit sahəyə 32 simvollu əlifbanın neçəsi, ən çox neçə simvolunu yazmaq olar? İndi 32 simvollu əlifba verib. Mən bilirəm bu əlifbada simvol sayı nədir. Hələ ki bilmirəm, amma tapa bilərəm. Biz demişdik ki, 2 üstü n simvollu əlifbada hər simvol n bitdir. Yəni 2 üstü n 32-dirsə, n nəyə bərabərdir? 5 bitdir. İndi sən 145 bit sahəyə neçə dənə 5 bitlik 5 bit həcmində simvol yaza bilərsən, bunu tapmalısan. Ona görə nə edəcəksən? 145-i 5-ə böləcəksən, bu da 29 edir. Yenə bu sualda da. Əgər görsən kəsr alınır, yenə tam hissəni cavab kimi götürürsən, qalığa baxmırsan. Bir də bir sual vardı. Məsələn, ədəd əgər 2-nin qüvvəti deyilsə, başda elədiyimiz, məsələn, 27 falan olsa, onda
hansısa qüvvətə yaxındırsa, həmin qüvvət götürülürdü elə. Bəli, özünü götürürsən. Məsələn, 27-dirsə, 27-yə ən yaxın 32-dir. 32 də 2/5-dir, 5-i götürür. Aha. Tamam. Tamam. Sonra keçək növbəti suala. 29-cu suala. Deyir ki, bu cəmdə təkrarlanmaların sayı nə qədərdir? Ümumiyyətlə, bu misal tipinin bir dənə həll yolu var. Arqumentə baxmırıq, yəni düstura baxmırıq, ancaq i, y, k üçün ayrı-ayrı təkrar sayını tapırıq. i 1-dən 4-ə qədər qiymət alır. Bunun sayı lazımdır. Bunu tapmağın yolu ya saya bilərsən 1, 2, 3, 4 ya da sondan başlanğıcı çıxıb üzərinə 1 gələ bilərsən. Yəni i üçün təkrar sayı 1-dir. Sonra yod isə 3-dən 5-ə qədər qiymət alır. Yəni 5 çıx 3 plus 1. Yəni 3. K isə 6-dan 9-a qədər qiymət alır. Yəni 9 çıx 6 plus 1. Yəni bu da neçə eləyəcək? 4. Sən ayrı-ayrıqda hər biri üçün təkrar sayını tapdın. Bizə lazımdır ümumi təkrar sayını tapaq. Bunun üçün də yekunda hamısını nə edirəm? Bir-birinə vururam. Burada neçə eləyir? 48 eləyir. Yəni təkrar sayı 48. Həmişə bu qayda ilə yazacaqsınız. Yaxşı. Sonra keçək 30-cu suala. Sistem blokunun xarici qurğuları ilə informasiya mübadiləsini həyata keçirən yuvalar. Əgər xarici qurğularla əlaqəni təmin edən yuva deyirsə, nə götürürük? For. Bəs daxili qurğuları ana palataya qoşan yuvalara nə deyilirdi? Yadınızdadır mı adı? Şinlər. Re- Yox, şin Registerdir. naqildir. Registerdir. Registrdə yaddaşdır. Bizə daxili qurğunu ana palataya qoşan yuvalar lazımdır. Ona nə deyilir? Ramı qoşan slot var idi, ekranı qoşan slot var idi. Hansıydı bu slotlar? Yəni slot idi da yuvalar. Deməli, bu slot deyilir daxili qurğuları qoşan yuvalara. Sonra keçək 31-ə. Deyir ki, aşağıdakı fraqmentə görə failə gedən yolu düzgün ardıcılıqla göstərin. Failin tam yolunda mütləq baş katalog başlamalıdır, yəni y-lə başlayırıq. Sonda isə nə olmalıdır? Failin genişlənməsi, yəni t ilə bitir. Y-dən başlayıb t ilə bitən cavablara baxıram. Məsələn, birinci A bəndinə baxaq, yoxlayaq. Deməli, y-in yerindən durur, d, qoşa nöqtə durur. Sonra k-ya baxıram. K-nın yerində isə informatika durur. Ondan sonra x-a baxıram. X-in yerinə durub magistr durur. Ondan sonra z-ə baxıram. Z-in yerində durub sınaq durur. Ondan sonra da t-yə baxıram. T-nin yerində də dokex durur. Nəticədə düzgün tam yolu tapdım. Elə bəndidir. Məsələn, D bəndində səhv nədir? Gəlin ona baxaq. Səhv olanda necə olur? Məsələn, Y nədir? D qoşa nöqtə drop. Sonra Z gəlir. Z nədir? Drop sınaq. Burada 2 dənə drop yan-yana düşdü. Bu mümkün deyil. Məsələn, ona görə D bəndi səhvdir. Yəni, belə yoxlayırsınız. Sonra keçək 32-ci suala. Deyir ki, 2092 ədədi ikilik say sistemində yazılışında olan birlərin sayı sıfırların sayından neçə dəfə az? Əgər ədəd böyükdürsə, ən yaxşı yol nə idi? Qüvvət qaydasından ikilik say sisteminə çevirməkdir. Qüvvət qaydası nə idi? Ədədi 2-nin qüvvətlərini cəmi şəklində göstəririk. 2092-yə ən yaxın 2-nin qüvvəti 2048, yəni 211. 2048-i yazandan sonra yerdə 44 qaldı. 44-də ən yaxın 2-nin qüvvəti 32, yəni 205-dir. Yerdə 12 qalıb. 12-yə ən yaxın 2-nin qüvvəti 8, yəni 203-dür. Yerdə 4 qalıb, o da 202. Ən böyük qüvvət 11-dir və 11-dən 0-a doğru nömrələyirik. İştirak edən qüvvətlərə 1 yazırdıq altına. Bu arada 200-0. Nə yazmalıyım? 4, 200-0. 203, bu da 202. Deməli, 203, 1, 202, bunları da nə düşəcək? 0. Beləcə yazdıq. Neçə dənə 1 oldu yazılışında? 4 dənə 1 oldu. Ona neçə dənə 0 olacaq? Yerdə də qalır 8 dənə 0 olacaq. Deməli, sıfırların sayı birlərin sayından 2 dəfə çoxdur. Uşaqlar, bu hissəni yazmadan qısa da tapmaq olar əslində. Məsələn, ən böyük qüvvət 11 olması o deməkdir ki, yəni 11-dən 0-a qədər 12 rəqəmli ədədin var. Yəni, bu rəqəm sayını ən başdan müəyyən etmək olur. Sonra burada neçə dənə toplanan var?
4 dənə. Yəni bu 4 dənə qüvvətin altına 1 yazırıq da. Deməli 4 dənə. Bu 12 dənə rəqəmin 4 dənəsi 1-dir. Yerdə neçə rəqəm qalır? 8. 8 dənə rəqəmlə nə olacaq? 0 olacaq. Yəni belə də müəyyən edə bilirik. Keçək 33-cü sual. Aşağıdakı ardıcılığı gözləyərək boşluqların yerinə yazılmalı olan sözləri müəyyən edin. Deməli, müəyyən səviyyədə komitenin tərkibi və onlar arasındakı əlaqə bu strukturun tərifidir. Komitenin tərkib hissələrinin hansı qaydada və yaxud da necə əlaqələnmə ifadəsi varsa, deməli nədir? Arxitekturadır. Baxın, əlaqə sözü hər ikisində var. Ona görə əlaqə sözündən fərqləndirə bilməzsiniz. Amma necə əlaqələnmə, hansı qaydada əlaqələnmə gördünsə, bu nədir? Arxitekturadır. Bu qaydada müəyyən edilir. Bəzi tələbələr interfeys yazıb, interfeysin tərifi belədir. Obyektlər arasında qarşılıqlı əlaqəni təmin edən qaydalar toplusuna interfeys deyilir. Sonra 34. Həm giriş, həm də çıxış qurğuları seçin. Model şəbəkəyə informasiya göndərir və yaxud da qəbul edir. Skanner sadəcə girişdir. Plotter sadəcə çıxışdır. Sensor monitor həm giriş, həm çıxışdır. Çünki sensor monitorda monitor əksini gətirir. Həmçinin ekran sensordur deyə əl ilə əmrləri daxil edə bilirsən. Ona görə həm giriş, həm də çıxışdır. Şəbəkə kartda həm giriş, həm çıxışdır. LCD monitor növüdür. Splitterdə ümumiyyətlə giriş, çıxış deyil, şəbəkə qurğusudur. Yəni beləliklə cavab nədir? 1, 4, 5-dir. Sonra 35. Proqram interfeysi nədir? Ümumiyyətlə interfeysin növləri var. İstifadəçi, sonra proqram, aparat interfeysi. İstifadəçi interfeysi dedikdə istifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqə başa düşülür. Proqram interfeysi dedikdə isə qurğularla proqramlar arasında qarşılıqlı əlaqə başa düşülür. Məsələn, tutalım sən mouse'u qoşdun və mouse'un köməyi ilə əməliyyat sisteminin əmrlərini idarə edirsən, düzdürmü? Və mouse ilə əməliyyat sisteminin əlaqəsi məsələn proqram interfeysidir. Sonra 36-cı sual. Deyir, verilmiş slayd aşağı açılan layout düyməsinin hansı düzən formasına uyğundur? Buna baxıram, to content. Ona uyğundur. 2 dənə multimedia obyekti, yuxarıda da mətn. Sonra 37-ci sual. Deyir, 16 simvoldan ibarət mətn vermişdir. Yəni, buradakı 16 simvol mətndə olan simvol sayıdır. Mətndə olan simvol sayı 16-dır. Mətnin ümumi həcmi isə 48 bitdir. Burada nə yoxdur? Bir simvolun həcmi yoxdur. Həcm düsturumuz nə idi? Simvol sayının bir simvolun həcmini hasildir. Simvol sayını verib 16. Bir simvolun həcmini bilmirsən, ümumi həcmdə 48 bitdir. Buradan n nəyə bərabər olar? 3 bitə. Bəs bizdən soruşulan nədir? Bizdən soruşulan əlifbada neçə simvol olduğudur. Əlifbadakı simvol sayı işarə edilir 2 üstü n-lə. N 3-dürsə 2 üstü 3-də nəyə bərabər olacaq? 8. Yəni 8 simvol əlifba. Sonra 38-ci suala baxaq. Word mətn prosesor üçün aşağıdakı mülahizələrdən hansı doğrudur? Failin tutumuna Options pəncərəsindən baxmaq olar. Uşaqlar, Options parametrləri tənzimləmək üçün istifadə edilən pəncərədir. Yəni sən durub burada fail haqqındakı məlumata baxamırsan. Bəs failin həcmi, fail haqqındakı məlumatlara hardan baxılır? Infodan baxılır. Yəni, buradan həcminə, fail haqqındakı məlumatlara ətraflı baxa bilirsən. Yəni, bu qaydada baxılacaq. Sonra, yəni, A səhvdir. Avtomatik mündərcatlar layoutdan yox, hardan yaradırıq biz? Insert tabı vasitəsilə yaradırıq. Yəni, insertlə referens vasitəsilə yarada bilərsiniz. Sənədin sətirlərinin nömrələnməsi insertdir. Sətirlər yox, səhifələrin nömrələnməsi insertdir. Tək və cüt səhifələrə verilmiş kalan titrləri page setup dialoq pəncərəsindən fərqləndirmək olur. Bu düz fikirdir. Çünki page setup-a daxil olanda layoutda, orada layout pəncərə arasında belə bir sahə var. Different odd and even page, different first page. Bu tək və cüt həmçinin ilk səhifənin sərləfəsini fərqləndirir. Faildəki close əmri Word proqramını yox, failin özünü bağlayır. Ona görə Y-də səhvdir. Baxaq 39-cu suala. Aşağıdakılardan hansılar yanlışdır? 16-lıq say sistemində 0 rəqəmi, 1 rəqəmi və F rəqəmi var, düzdür. 2-lik say sistemində 0 və 1 rəqəmləri var, düzdür. 8-lik say sistemində A rəqəmi yoxdur, yanlışdır. Əgər indeks verilməyibsə 10-luq say sistemində və 10-luq say sistemində bu göstərilən rəqəmlər var, düzdür. 2-lik say sistemində ancaq 0 və 1 rəqəmləri olmalıdır, 3 burada nədir? Səhvdir. Sonra 16-lıq say sistemində 1 və 6 rəqəmləri var, düzdür. Səhv olanlar, yanlış olanlar sadəcə 3-lə 5 oldu.
Printerin xarakteristikası. Əmrlər toplusu kompüterin xarakteristikası. Qiymət həm kompüterin xarakteristikası, həm də printerin xarakteristikası. Çap sürəti printerin xarakteristikası. Çap tezliyi deməli mikroprosesorundur. Rəng imkanları düzdür, korpusun materialı səhv ümumiyyətlə. İş qabiliyyəti də düzdür, printerin xassələrinə aiddir. Sonra 41-ci sual. Deyir, şəbəkənin qəbul etmə sürəti 4 megabit bölünsün saniyədir. Bu deməkdir ki, şəbəkə 1 saniyədə 4 megabit informasiya qəbul edir. Və bu proses neçə saniyə davam edir? 16 saniyə. Bəs 16 saniyədə nə qədər qəbul edir? 64 vahid də nə olur? Megabit. Sadəcə sualın şərtinə baxsam cavabı megabayt istəyir. Megabitdən megabayta necə keçmək olar? Megalar eynidir, sadəcə bit dəyişir, bayt olur. Bitdən bayta da necə keçilir? 8-ə bölərək. Yəni, bu deyəcək 8 megabayt. Yəni, B bəndi. Sonra 42. Quruluşca plat dəllərin hansı növləri var? Quruluşca barabanlı və planşet tipli olur. Çap məhsullarının ölçülərinə görə isə rulan və planşet tipli olur. Sonra 43. Deyir ki, skanerin aktiv imkanları nə ilə ölçülür? Skanerin aktiv imkanları deyəndə DPI başa düşülür. Dot pairing. Yəni bir düymə düşən nöqtə sayı. Bəs LPI nədir? Bu digitizerdir. Tip isə tip 1-də PCX. Bu isə skanerin kompüterə daxil etdiyi qrafik təsvirləri formatıdır. Gəldik 44-cü suala. Aşağıdakılardan hansı doğrudur? Deməli, ABN-də deyir, ikinci nəsil hesablama maşınlarının element bazası tranzistordur, düzdür? Yaddaş qrupusu perfakart bu səhvdir. Çünki perfakart birinci nəsildir. Bir bəndinə baxaq. Birinci nəslin element elektron hesablama maşınları böyük ölçüyə malik olub, element bazası yarım keçiricilərdir. Xeyr, element bazası elektron lampaydır. C bəndi. İkinci nəsil elektron hesablama maşınlarında element bazası tranzistordur. Alqoritmik dildən istifadə edilib, mətn yüklü informasiya emal olunub, aparat və proqram əlaqəli işləmirdi, bu düzdür. Çünki aparat və proqramlar üçüncü nəsildən əlaqəli işləyir. Gəldik 45-ə. Hansı sırada kompüterin yalnız xarici yaddaş qrupları verilir? Hayır, ümumiyyətlə yaddaş qrupusu deyil, ROM daxili yaddaş qrupusudur. Ondan sonra əməli yaddaş qrupusu da RAM-dır, yəni daxili yaddaş qrupusudur. B bəndi HDD düzdür. Operativ yaddaş ilə RAM-dır, yəni daxili yaddaş qrupusudur. HDD düzdür, FTD düzdür, CDR düzdür, flash kart düzdür. Bu sırf xarici yaddaş qrupusudur. D bəndi flash yaddaş EPROM-dur, yəni daxili yaddaşdır. Operativ yaddaş əməli yaddaşdır, o da daxili yaddaşdır. Y bəndində BIOS ümumiyyətlə yaddaş qrupusu deyil, ROM da daxili yaddaşdır. Gəldik 46-ya. Deyək, Unicode-da kodlaşdırılmış mətn. Burada Unicode sözünü boşuna demir. Yəni Unicode-da hər simvolun həcmi 2 bayt. Bir mətn yaddaşda neçə kilobayt yer tutur? Deməli, səhifə sayımız nə qədərdir? 100. Hər səhifədə neçə sətir var? 128. Hər sətirdə də 64 simvol var. Bu üçünün hasili mənə ümumi simvol sayını verir. Mətn həcmi düsturu da nədir? Simvol sayının bir simvolun həcminə, yəni 2 bayta hasili. Bu deyiləcək 100 vurulsun 214 bayt. Bunu kilobayta necə çevirərik? 200 ona bölərik. Bu deyiləyər 1600 kilobayt. Yəni, bu da belə. Keçək 47-ci suala. Deyək, qabayt ölçülərinə və məhsuldarlığına görə kompüterlər hansı siniflərə bölünür? 5 qrupa bölünür. Çox böyük, yəni super kompüterlər, böyük kompüterlər, yəni mainframelər, sonra orta kompüterlər, sonra mini və yaxud da kiçik kompüterlər, bir də mikrokompüterlər. Sonra 47-ci sual. Elektron poçt xidməti üçün lazım olan protokollar. Elektron poçt xidməti üçün 3 tərəf protokol istifadə edilir. Göndərmə üçün SMTP, qəbul etmək üçün isə POP3 və IMAP-dən istifadə edilir. 2 adres resolution protokolu, yəni ünvanların müəyyən edilməsi protokoludur. 5 isə URL protokol deyil, ümumiyyətlə ünvandır. İnternetdəki resursların ünvanıdır. Yəni linklərdir. Sonra gəldik 49-cu suala.
şəbəkə ilə ötürülməzdən əvvəl informasiya ilə kodlaşdırılır. Yəni burada iki hal var. Bir ilkin hal. Bir də şəbəkə ilə ötürülməzdən əvvəl kodlaşdırılmışam. İnformasiya ilə kodlaşdırılır ki, həcm 40% azalır. Sonra ötürmə sürəti 16 kilobit bölünsün saniyədir. Deyək ki, bu şəbəkə vasitəsilə kodlaşdırılmış faylın ötürülməsi üçün 12 saniyə vaxt sərf olunarsa, ilkin həcm neçə kilobayt olur? Deməli, biz nə ilkin həcmi, nə də ötürülən həcmi bilirik. Yəni, heç birini bilmirik. Ona görə baxırıq bura. 12 saniyə. 1 saniyədə ötürmə sürəti 16 kilobitdir. Öncə baxaq 16 kilobit neçə kilobaytdır? Kilolar eynidir, bit bayta keçir. Buna görə də 8-ə bölsən 2 kilobayt. Yəni, ötürmə sürəti elə bil 2 kilobayt bölünsün saniyə. Ne tənasüb bıraq. 1 saniyədə bu 2 kilobayt ötürürsən. Deməli, 12 saniyə ötürdüyünə qədərdir. 12 saniyə deməli 24 kilobayt. Deməli, artıq bunu üzrləşdirir. Deməli, ötürülən informasiya nə qədərdir? 24 kilobayt. Yəni, bura oldu 24 kilobayt. Dəqiq ki, bildim ki, nədir? 24 kilobayt. Amma x-i bilmirəm. X-i 100% qəbul edirəm. Bu 40% azalanda nə qalır? 60%. İndi burada da bir tənasüb kururam. Deməli, 100%-im x-dir, 60%-im də nədir? 24-dür. Buradan da x-i tapıram. Bu da nəyə bərabər olacaq? 40 kilobayta. Yəni, beləcə ilkin həcmdə tapmış olduğum ki, ilkin nəymiş? 40 kilobayt imiş. Yəni, bu da belə. Sonra 50-ci suala baxaq. Deyir, enerjiden asılı olmayan daxili yaddaş. Enerjiden asılı olmayan daxili yaddaş qurumları bunlar. Deməli, ROM, EPROM, yəni flash yaddaş, bir də KUMOS. İndi hansı var cavablarda ROM? Enerji ardıcıl müraciətdə bir dənə xarici yaddaş qurusu var, o da maqnitint, yəni streamer. Enerjiden asılı olan daxili yaddaş qurumları isə 4 dənədir. Keş yaddaş, registr yaddaş, əməl yaddaş, yəni RAM, bir də video yaddaş. İndi bunlardan da hansı verilib? B ilə Y. Bu da belə. Beləliklə, sınaq 9-u bitirdik. Uşaqlar, sınaq 9-dan qaranlıq qalan nəsə var sizə? Xeyr, müəllimə. Aydındır, tamam. Deyək ki, 26-da. Və bir otaq düşün. Bu otağa neyinir? İnternet gəlir. Deyək ki, otağa gələn internet xəttini otaqdakı kompüterlərə paylayan qurğu. Deməli, otaqda bir ulduzvari topologiya yaranır və kompüterlər bu qurğuya birləşir. Yəni, burada bir lokal şəbəkə yaranır. İnternet özü isə qlobal şəbəkədir. Lokal və qlobal müxtəlif protokollu şəbəkələrdir. Bu müxtəlif protokollu şəbəkələr hansı qurğu ilə əlaqələnir? Hə, uşaqlar? Müxtəlif topologiya, müxtəlif protokollu şəbəkələr hansı qurğu ilə əlaqələnir? Bilmirsiniz? Amma mən deyim, routerlə əlaqələnir. Marşrutlaşdırıcı ilə. Sonra gəldik 27-ci suala. Deyək ki, ilkin həcmi 44 megabayt olan fayla dolu qovluqdan 2560 kilobayt və 1536 kilobaytlıq məlumat silinir. Bu eləyir özü 4096 kilobayt. Bu da neçə megabaytdır? 4 megabaytdır. Deyir, bu silindi. Yəni 44-dən bu 4-ü çıxdın, qaldı 40 megabayt. Buna nə deyir? Deyir ki, qovluq arxivləşdirilərək götürüldü. Arxivləşdirmə zamanı nə baş verir? Həcm 25% azalır. Yəni ilkin həcm 100%-dir, bu 40 megabaytdır. Ötürülən zaman 25% azalır, 75% olur, buna da x deyirəm. Buradan da x nəyə bərabər olacaq? Deməli, ixtisar eləsəm 30 olacaq. 30 megabayt. Deməli, ötürdüyüm nə qədərdir? 30 megabaytdır. İndi nə qədər vaxt ötürdüyümü tapıram. Sadəcə baxıram ki, ötürmə sürəti megabitdir. Ona görə 30 megabaytı megabitə çevirirəm. Necə 8-ə vuraraq. Belə 240 megabit. İndi tənasüb qura bilərəm. Ötürmə sürəti 1 saniyədə 2 megabitdirsə, neçə saniyəyə 140 megabit ötürər? Bu dedir 120 saniyə.
Sadəcə olaraq cavabı bizdən nə ilə istəyir? Dəqiqə ilə. 120 saniyədə nədir? 2 dəqiqədir. Yəni bu qaydada tapır. Sonra növbəti suala baxaq. Deyir ki, 24 vurulsun 512 ölçülü raster təsvirdə 264 rəng çalarından yalnız 32 istifadə edib. Yadınızda saxlayın ki, biz palitrada ümumi palitraya baxırıq. Nə qədər rəngin istifadə edildiyi məsələnin həllinə, bir pikselin həcminə təsir göstərmir. Ona görə 200 n deyəndə ümumi palitranı, yəni 264-ü götürürük. Bu zaman n, yəni hər pikselin həcmində nə olur? 64 bit olur. Piksel sayımız da nə qədərdir? 1024 vurulsun 512. Yəni 219. Həcm düsturumuzda nədir? Piksel sayının n-ə hasılı. Piksel sayı 219-dur, n isə 64, yəni 206 bit. Bu deyiləcək 225 bit. Bunu indi megabayta çevirmək üçün bölürəm 223-ə, qalır 202, yəni 4 megabayt. Beləliklə nə olacaq? B bəndi olacaq. Sonra keçək 29-cu suala. Deyir ki, 20 səhifəlik sənəd aşağıdakı parametrlərlə çapa verilərsə, 17-ci vərəqdə hansı nömrə çap edilir? Printerdə bu tipli suallarda, yəni hansı vərəqdə hansı nömrə çap edilir suallarında biz mütləq hara baxırdıq? Collated, uncollated, settingsdəki birinci parametr və kopya sayı. Burada custom range deyilir. Yəni seçilmiş nömrələr qeyd edilmiş səhifələr. Yəni 1, 5, 10-dan 20, yəni 11, 12, 20-yə qədər səhifələr çap edilir. İndi uncollated nədir? Hər səhifəni ayrı-ayrılıqda kopya sayı qədər çap edilir. Yəni götürəcək birinci səhifədən kopya sayı 2-dir, 2 dənə çap edəcək. Qutardı, keçəcək 5-ci səhifədən 2 dənə. Sonra 10-cu səhifədən yenə 2 dənə. 11-dən bu qaydada 2 dənə. 12, 13, saat 14, 15, 16, düz 20-yə qədər beləcə çap edəcək. Deməli, uşaqlar, bu zaman deyir 17-ci vərəqdə hansı nömrə olar? Baxıram. 2, 4, 6, 8, 10, 12, 14, 16, 17-ci vərəqlər nə olacaq? 16 nömrəli səhifə. Bu da belə. Sonra baxaq növbəti sualımıza. Verilənlər bazası nəzəriyyəsində atribut anlayışı nə ifadə edir? Atribut deyəndə cədvəlin sütun başlığı başa düşülür. Yəni cədvəlin. Sonra 31. Ctrl-Shift-End nə iş görür? Ben normalda Shift-siz baxsaq, eləcə Ctrl-End kimi. End sətrin sonuna, Ctrl-End sənədin sonuna kursorun keçidini təmin edir. Amma işin içində Shift varsa seçim, yəni qeyd etmək funksiyası gəlir. Bu zaman nə baş verəcək? Kursorun dayandığı yerdən sənədin sonuna qədər seçim aparılacaq. Yəni D bəndi. Keçək 32-yə. Deyir, xanadakı informasiyanı xana daxilində bir neçə sətirdə yazmaq üçün wrap textdən istifadə edilir. Qısa yolda Alt-Enter. Bayaq yazıda təkrarda izah edədiniz. 33. Verilmiş lent qrupu hansı lent tabına aiddir? Ümumiyyətlə, timing həm PowerPoint proqramında, həm Transition'da, həm Animation'da yer alır. Fərqləri nələrdir? Bax, Animation'dakı timingdə Animation sözü var. Bax, Animation sözü. Amma Transition'dakı timingdə o söz yoxdur. Ən rahat fərqi də budur. Animation sözü yoxdur deyə cavab nədir? Transition. Oli texnologiyası Windows'un əsas texnologiyalarından biridir. Bu da nəyə imkan verir? Bir proqram mühiti daxilində başqa bir proqramın istifadə edilməsi deməkdir. Məsələn, mən Word-də diaqram əlavə edən zaman Excel'in cədvəlin ekrana çıxması, bax bu Oli texnologiyasıdır. Yəni, bir proqram mühiti daxilində başqa bir proqram istifadəsi. Buna da həm də belə də demək olar, obyektin digər proqramlarla birgə işləməsi. Sonra antiviruslarla bağlı belə bir sual. Deyir ki, həkim tip antivirus proqramlarının əsas funksiyası nədir? İcra olunan proqram fayllarına rezident proqramlarının yerləşdirilməsinə diskin yükləyici sektorunda nəzarət edir, təhlükəli əməliyyatları izləyir. Deməli, təhlükəli əməliyyatları izləyən filtrdir. Əməli və xarici yaddaşda virusların axtarışını təmin edən detektordur.
Sonra virusları aşkar etmək, həm də zərərsizləşdirmək bu həkimdir. Yəni həkim adını da oradan alır da, həm tapır, aşkar edir xəstəliyi, yəni virusu, həm də zərərsizləşdirir. Ondan sonra katalogların, proqramların, sistem sahələrinin məzmunu yada saxlayır və ilkin və cari vəziyyəti müqayisə edir. Bu müfəttişdir. Vaksinləşdirmək yolu ilə virusa yoluxmanın qarşısını alır, bunu vaksin, yəni immunizator edir. Təhlil 36 deyir ki, aşağıdakı məsələnin həlli üçün blok sxem tərtib etdikdə şərt blokundan neçə dəfə istifadə edilir? Bu tipli suallarda ədəd oxumundan istifadə edirəm. Şərtlər qeyd edirəm. X 8-dən böyük bərabər, yəni 8 nöqtəsi də qeyd edilir. 8-dən müsbət sonsuzluğa da qeyd edilir. X 8-dən kiçiksə, yəni 8-dən mənfi sonsuzluğa. Burada görürəm ki, ədəd oxumundakı bütün nöqtələr qeyd edilir. Əgər ədəd oxu üzərindəki bütün nöqtələr qeyd edilərsə, burada verilmiş şərtlərin sayından, yəni 2 dənə şərt var, 1 çıxılır. Qalır nə? 1. Əgər ədəd oxumundakı bütün nöqtələr qeyd edilməsəydi, bu zaman şərtlər olduğu kimi qalır. Yəni 2 olduğu kimi cavaba yazılır. Sonra 37-ci sual. IP marşrutizatorlara və şəbəkənin əsas komitələrine səhvlər var. Səhvlər haqqında açar söz budur. Səhvlər haqqında məlumat verir Internet Control Message Protocol. Sonra digərlərini eləyir. HTTP internetdəki resurslara müraciətin təmin edilməsi protokoldur və yaxud da buna qısaca hipermətnlərin ötürülməsi protokolu da deyilir. TCP/IP ötürülən məlumatın hissələrə bölünərək, paketlərə ayrılaraq etibarlı ötürülməsini təmin edir. Adres Resolution protokol ünvanların müəyyən edilməsi protokoldur. Bir də UDP var, bu da protokoldur. TCP-yə oxşuyur, sadəcə olaraq TCP-dən fərqli olaraq UDP ötürür, amma təyinat nöqtəsinə çatıb-çatmadığını yoxlamır. Yəni daha sürətlidir, amma daha məsuliyyətsizdir. Amma TCP daha yavaşdır, amma daha məsuliyyətli, daha etibarlıdır. Gəldik 38-ə. Şəkildə verilmiş lent qrupunun təyinatı nədir? Deməli, tracking lent qrupu. Bu track change əmrində həmişə dedik, müəllim kimi başa düşə bilərsiniz, müəllimin qırmızı qələm. Müəllim necə, məsələn, sizin essenizi, inşanızı, nəyinsə, yəni ev tapşırığınızı yoxlayanda məktəblərdə qırmızı qələmlə yoxlayırdı, siz də sonra səhvlərinizə baxa bilirdiniz. Yəni, bir növ onun üçündür. Yəni, düzəlişlər edərək fikir mübadiləsi aparmaq üçün. Yəni, bu da hansı cavabdır? B bəndir. Çox tələbə bunu C bəndlə qarışdırılır. C bəndi artıq nə deyir? Deyir, düzəlişlər aparılmış sənəd. Yəni, artıq düzəliş edilmir bu mərhələdə. Düzəlişlər aparılmış sənədləri müqayisə etmək, birləşdirmək. Deməli, bu compare lent qrupu ilə mümkündür. Sonra keçək 39-a. Kompüter qruplarının növlərinə əsasən uyğunluğu müəyyən edir. Skaner. Deməli, skaner növləri ümumi olaraq əl ilə işləyən və stolüstü olur. Stolüstündə növləri var. Flatbed, sheetbed, overhead kimi. Sonra printer növləri. Ümumi olaraq zərfli, zərfsiz olur. Zərflilər literli, matrislidir. Zərfsizlər şırnaqlı, termiki, bir də lazerli. Onda nə olacaq? Beynəndir. Monitorların növləri, məsələn, LCD, sonra elektron şüa borulu, ondan sonra başqa nə var idi? LED monitorlar, sonra plazma monitorlar, bu kimi növlər var idi. Sonra gəldik 40-a. Verilənlər bazasında formalar nə üçündür? Akses obyektinə məlumat. Verilənlər bazada verilənlərin saxlanmasını təmin edən akses obyektinə, əsas akses obyektinə cədvəl deyilir. Həm daxil etmək, həm də baxmaq varsa bunu eləyir formalar. Mürəkkəb proqram əməliyyatlarını yerinə yetirir modullar. Verilənlər bazasında olan verilənləri həm seçmək, emal etmək və yaxud da şərt sözləri varsa, bu nədir? Sorğudur. Emal olmuş baza verilənləri çap etmək deyirsə, bu isə hesabat. Hesabat. Gəldik 41-ci sualına. Deyək ki, bu ünvanda saxlanılan fayl hansı proqrama məxsusdur? Deməli, söhbət PPTX genişlənməsindən gedir. PPTX genişlənməsi hansı proqrama aiddir? PowerPoint-a. Sonra 42-yə baxaq. Fərdi kompüterlər mini elektron hesablama maşınlarının bir sinifidir. Fərdi kompüterlər mini yox, mikrodur. Ona görə bir səhvdir. Plotter böyük həcmli sxemləri şəkildə yüksək keyfiyyətdə çap edir. Bu düzdür.
Prosesorun tak tezliyi dedikdə emal olan bit sayı yox, yerinə yetirilən əməliyyat sayıdır. Bit sayı dedik nədir? Mərtəbəlidir. Streamer informasiya maqnit lenti üzərinə yazan qurğudur, düzdür? Periferik qurğuların işini idarə edən mikrosxemlər driver yox, kontrollerdir. Bəs driver nədir? Driver proqramdır. RAM enerjiden asılı değil, counter elektrik enerjisinden ayrıldıkta informasiya saxlanılır, düz. Sonra 43'te şablon faili seçin. Baş şablon failinin genişlənməsi XLTX. Ona görə orada müəyyən edirəm. Şablon faili nədir? XLT ses getdi. XLTX-dir. Sonra keçək 44-cü suala. Deyək ki, A dəyişəninin çıxışa verilən qiymətini tapın. Sual verir ki, daha doğrusu şərt bloku sual verir ki, B 9-dan kiçik bərabərdir. Yəni 3 9-dan kiçik bərabərdir. Dedim, hə. Sonra proses blokunda həll edirəm. A bərabərdir A plus B kvadrat. Yəni 10 plus 3-ün kvadratı eləyir 19. B bərabərdir B plus 3, 3 plus 3, 6 eləyir. Təzədən sual verirəm. 6 9-dan kiçik bərabərdir. Dedim, hə. İndi 19-un üzərinə 6-nın kvadratını gəlirəm. Yəni 19 plus 36. Bura eləyir 55. 6 plus 3 isə 9 eləyir. 9 9-dan kiçik bərabərdir. Bərabər deyil, yenə hə deyirəm. 55-in üzərinə 9-un kvadratını, yəni 81-i gəlirəm. Bu da eləyir 136. 9 plus 3 isə 12 eləyir. İndi 12 üçün sual verirəm. 12 9-dan kiçik bərabərdir, dedim yox. Yox tərəfdə yenə proses var. A bərabərdir A plusdur. A özü 136-dır. Üzərinə də 4 gəlsəm neçə eləyir? 140 eləyir. Yəni belə. Gəldik 45-ci suala. Verilmiş 3 ədəd arasında hansı münasibət doğrudur? Deməli, A, B, C 3 dənə ədəddir. Bunlar üçün nə etmək lazımdır? Ortaq say sisteminə gətirmək lazımdır. Elə onluğa gətirək. Sağdan sola doğru sıfırdan başlayaraq nömrələyirdim. Onluq ədədə gətirmək üçün. Sonra uyğun olaraq 1 vursun 207, yəni 207 128. Üstə gəlsin 206, yəni 64. 0 nəyə vursam 0 eləyir deyə atdım. Sonra 2 üstü 3, 8, 2 üstü 1, 2, üstə gəlsin 1. Bura eləyir deməli 203. Deməli A 203'dür. B onluqdadır, 202'dir, C'nin də satıram. Yəni sağdan sola doğru nömrələr. Bu dəfə 16'ın qüvvətləri olacaq. D özü 13'dür. 13 vursun 16 üstü 1. Sonra yazı 0 vursun 16 0. 0 nəyə vursam 0 edir. 13'ü də 16'ya vuranda edir 208. Deməli C'də 208. İndi müqayisə edirik. B kiçikdir A'dan, o da kiçikdir C'dən. Sonra 46'ya. Qrafik failin tiplərini seçin. If düzdür. 2 də düzdür. Amma XLC cədvəldir. Dur, Word'dur, faildir, mətin faildir. Kod təqdimat faildir. BMP düzdür, MDB də database, yəni verilənlər bazası failidir. 47. Astariş sistemlərin xarakteristikaları. Bax, bu sözdən yadda saxlaya bilərsiniz. ADT. Deməli, bura aiddir. Aktuallıq, dəqiqlik, əyanilik, tamlıq, bir də arama sürəti. Deməli belə. Sadəcə adekvatlığı qarşılayın, adekvatlıq informasiya əsasdır. Sonra keçək 48-ə. Deyək, C11 xanasındakı düsturu C12'ye köçürərsək, C13'ün qiyməti nə olar? C11'dən C12'ye köçürən zaman sütunlar sabit, sadəcə sətirlər bir vahid artır. Deməli olur B13 çıxılsın dollar A, dollar 11. İndi baxaq. B12 neçədir? 5'dir. 5'dən çıxdım 3'ü. Elədi 2. B13 6'dır. 6'dan 3'ü çıxdım. Elədi deməli 3. Bizdən də average A11 C12'ni istəyir. Yəni bu diapazondakı ədədlərin ədəd ortasını istəyir. Burada da dırnaqdakı ədəd hesablanmır. Yerdə qalanlara baxın. 3 plus 7. Bu 6 yoxdur. Diapazonda 5. Üstə gəl 2, üstə gəl 3. 5 dənə ədəd deyə də cəmləyib 5'ə bölürəm və cavab çıxır. Sonra 49'da deyir, Word 2019'da yaradılmış sənədin adında maksimum neçə simvol var? Ümumiyyətlə Word olsun, Excel olsun, PowerPoint və digər proqramlar olsun. Biz failin adındakı simvol sayını Windows əməliyyat sistemi əsasında götürürük. Windows əməliyyat sistemində də failin adında maksimum neçə simvol olur? 255 dənə simvol olur. Gəldik 50-ci suala. Deyir ki, uyğun olaraq F8'i 2 dəfə, 3 dəfə, 4 dəfə kilitledikdə nə baş verir?
İki dəfə klikləyəndə söz seçilir. Yəni birə ad. Üç dəfə klikləyəndə cümlə seçilir. Yəni ikiyə C-dir. Dörd dəfə klikləyəndə isə abzas seçilir. Üçə də debəndi uyğun gələcək. Və beləliklə də işləri bitirmiş olduq. Qaranlıq qalan bir şey var uşaqlar? Xeyr müəllimə, çox sağ olun. Hə, Lamiyə, sən bayaq cavab vermirsən, otur düzdür. Uşaqlar, indi bugün Excel təkrarlamışıq. Gəlin vaxtımız var Excel'in quizinə baxaq.